Milli Hidrometeorologiya Xidməti gözlənilən qeyri-sabit hava ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: mayın 15-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 18 axşama qədər bəzi yerlərdə hava yağıntılı olacaq. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar qısa müddətli intensivləşəcək, şimşək çağacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qara keçəcək. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi istisna olunmur. Xidmət eyni zamanda gözlənilən güclü küləklə bağlı da xəbərdarlıq edir. Bildirilir ki, 15-16-sında Bakıda və Abşeron yarımadasında, mayın 15-18-də isə bəzi bölgələrdə güclü külək əsəcək. Bununla bağlı sarı və narıncı xəbərdarlıq olunur. Bakıda və Abşeronda, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılı, Göyçay, Şamaxı, Qobustan, Qubaqusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti saniyədə 13-20 metrə çatacaq. Bərdə, Tərtər, Naftalan, Goranboyda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 20-28 metrə qədər güclənəcək.